Sən də onu yığ işlərinə görün mən. Yox, Yığ işi görün mən. Əllə danışma da. Niyə əllə danışırsınız ki? Maşın yer yok. Sen maşını yok da onu mu dersin? Maşın lazım da değil. İstesen maşın lazım. Uşaqlarımız da burada yatacaq. Sumqayıt şəhər 17-ci mikrorayon 46-cı binanın qarşısında uşaqlar üçün əyləncə qurğularının quraşdırılacağı deyilir və bununla bağlı sakinlərə məlumat da verilib və artıq işlər də başlanılıb. Amma maraqlıdır ki, sakinlər bunu istəmirlər və deyirlər ki, əgər belə olarsa, onlar avtomobil saxlamağa yer tapmayacaq. Uşaq əyləncə məişət düzəldilir. Qurğuları deyil də belə. Ona da biz narazıyıq. Orada yanğın söndürən su yeri var. Orada da. Uşaqlar üçün oynamaya yer qalmır axı burada. Həyat da balacadır. Axşam maşın əllə tərpənmək olmur. Burada bu əyləncə mərkəzi salsınlar. Biz yəni elə şeyin əleyhinə deyilik, amma bura uyğun deyil də. Məsələn, orta hissəsi var, ora məsələn maşın saxlamaq olmur, orada yarada bilərlər. Sonra qazanxananın yanı boşdur, torpaq yerdir. Torpağı ləğv eləsinlər, orada qursunlar. Amma asfaltlı yer balaca bir yerdir. Yəni orada da maşınlarımızın saxlama yeridir. O da ləğv olunsa biz burada harda saxlayacağıq? Biz də istəmirik də burada olsun. Çünki uşaqlar oynamağa yeri yoxdur, maşın saxlamağa yeri yoxdur. Orada paşarını var. Su götürməyə hardan götürəcəkdi paşarını gələndə? Bəzi yerlərdə şikayət edirlər ki, həyətdə uşaqlar üçün əyləncə qurğusu yoxdur, nə bir filan şey yoxdur. Ha burada olur, amma deyirsiniz ki, yerimiz daralacaq, hə? Yer amma yeri dardır tuturam. Cəmaətin burada yer olmayacaq. Onun istəyir çəkir fikirləşir. Çünki kənar yerdən gətirirlər. Bu adam işdən gəlir məsəl üçün maşını tapmağa qoymuyor, yer yox. Ya elə bir qalacaq burada. Təcil bir iş olanda çıxa bilməyəcək. Şimdi burada iş görürəm, soruşmusunuz? Bu deyəsən özəl şirkətə oxşuyur. Özəl şirkət. Belə bir şey oxşuyur. Burada əyləncə qurğusu olacaq deyirsiniz, dəqiq belə bir şey olacaq. Yəni bu məlumatı sizə kim verdi? O özləri dedilər də, özləri. İndi bugün bura gəlməyiblər. Deyirəm, yəni bəlkə başqa bir şey olacaq. Başımıza o qədər bəlalar gəlib, elə bir şey adıyla tikirlər. Ağaclar qalır içəridə, sonra ağac da ləğv olunur. Orada izdaniya, bina. Biz də onu fikirləşmişdik ki, belə bir şey ola bilər. Belə daha yaxşı. Uşaqlar oynamağa, yaşlı adamlar gəlib oturub istirahət eləməyə çox qəşəng. 50 söz, Allah sarılsa elə. Çox xəyalatdır. Bəs bu qədər sakin narazıyıq. Niyə naraz olur? Deyir avtomobil saxlama yeri olmayacaq. Avtomobil odur, sanki var orada. Evinin qabağında yer aldı, orada niyə saxlamalıdır zəramızda? Bunu ki, mən burada barınca. Yaxşı, indi də saxlamıyordu. Boş idi bura. Saxlayırdım, niyə saxlamırdım? Kim saxlayır? Mən. Bir dənə maşın vardı burada. Həyat da boş idi. O vaxt boş idi. İndi ki, onun yer yoxdur, kənar yerə saxlayır. Maşın yer yoxdur. Sən maşını yoxdur, onu da deyirsən. Maşın lazım da deyil. İstəsən maşın lazım. Cəmaətin dərdi odur ki, bir ildən sonra bu ləbq olacaq, ləbq olacaq. Başqa şeylər olacaq burada. Burada tikinti gedəcək bundan sonra, baxarsan. olmaz. Sən də onu yığ işlərinə görün mən. Yox, Yığ işi görün mən. Yox, nə bura nə tikirsən, nə quraşdırırsan? Icra kimi düşür. Əllə danışma da. Niyə əllə danışırsınız ki? Uşaqlar üçün əyləncə mərkəzi. Sumqayıt şəhərində tədbirlər planına uyğun olaraq məhəllələrdə abadlıq işləri aparılır, nümunəvi məhəllələr yaradılır. Qeyd olunan ərazidə də sakinlərin rahat istirahətini təmin etmək üçün bu cür nümunəvi bir məhəllə yaradılır. İşlər qısa müddətdə yekunlaşacaq və ərazi sakinlərin istifadəsinə veriləcək. Onu da qeyd edim ki, görülən işlər sakinlərin uzun müddətli maraqlarına xidmət edir. Bu cür abadlıq tədbirləri gələcəkdə şəhərin digər ərazilərində də davam etdiriləcək.